Hamıya salam. Bugün bizə kim baxırsa və izləyirsə, hamınıza xoş gün arzulayıram. Bu günləri daharın hazırlamasını sizinlə paylaşmaq istəyirəm. Ola bilsin ki, köhnə videolar kanalımda var, amma bugün asan üsulla başa gəlməsini, adətən alça yeyərkən üstünə səpəndə daha çox dadlı və ləzzətli olur. Kim də yeyirsə, nuş olsun deyirəm və salatlara istifadə edirəm. Pomidor xiyar salatına səpib dad götürsün deyənə əvvəlcədən səpirəm, onu da dadı daha qəşəng olur. Bugün hazırlayın. Bəlkə kimlər üçünsə də maraqlıdırsa, siz də hazırlayın. Demək, nanəni əvvəlcə soyuq suda yuyuram tamamilə, sonra isə yarpaqlarını ayırıram. Kofimalkada istifadə edirəm. Tamam qədimi də daş ilə əsasən nanəni əzirdilər ki, şirəsi çıxsın. Belə deyim də, dadı daha da qəşəng olsun. Yarpaqlarını bir-bir bunun içərisinə əlavə edirəm. Çox da içərisinə yığmıram, çünki gücünü nəzərə alıram. Elektrik avadanlıqlarından istifadə edərkən həmişə gücünü nəzərə alın. İndi ümumiyyətlə nanədən maxito hazırlayanda da ləzzət verir. İndi tam vaxtıdır. Yarım çay qaşığı duz əlavə edirəm. Baxıram, az olduğu üçün yenə də yarpaqdan əlavə edirəm. Yenə də azca duz əlavə edirəm. Sonra isə baxıram ki, tamamilə yarpaq ilə duz xırda-xırda doğranıb. Başqa bir təmiz boşqaba əlavə edirəm və bir gün saxlayıram. Bir gün saxladıqdan sonra istədiyimiz bir qabın içərisinə və yaxud da ki, balaca bankaya boşaltırıq. Bugün də hazırladığım bu qədər sizinlə bildiyimi paylaşdım. Siz də bildiklərinizi mənə yazmağı belə unutmayın. Sağollaşmıram, yenə də hələlik deyirəm.